Dəyərli şagirdlər, deməli, bu gün baxacağımız mövzu artma və azalma aralığıdır. Ən çox rastlaşırıq. Kvadratik funksiya verilir, deyir ki, azalma aralığını tap, artma aralığını tap. Bunların fərqi nədir? Nə üçün? Birində, misal üçün, aralıq götürülür ki, mənfi sonslu x0 artır. Digərində götürülür x0 müsbət sonsluq artma aralığı. Bunlar nədir? Qollar yuxarı olanda artma azalma aralığı haradır? Qollar aşağı olanda, təbii ki, paraboladan söhbət gedir. Qollar aşağı olanda artma azalma hara düşür? Nədir? Necə hesablanır? Onlara baxacağıq. Deməli, yazırıq artma və azalma aralığı. Təbii ki, əsas hər şeydən öncə biz nəyə diqqət edəcəyik? Qollar yuxarıdır yoxsa aşağıdır? İlk öncə onu yazmalıyıq. Qeyd olaraq onu yazırıq ki, y bərabərdir ax kvadrat plus bx plus c funksiyasında birinci funksiyasında əgər qollar yuxarıdırsa, yəni a sıfırdan böyükdürsə, bu zaman artma aralığımız nə olacaq? x0 müsbət sonsuzluq. Bu zaman artacaq. Yox, əgər azalma soruşsa, mənfi sonsuzluqdan x0-a azalacaq. Məsələn, qrafik üzərində baxa bilərik. Hər hansı bir parabola verilib. Tutalım ki, bu bizim olsun qrafikimiz. Bu bizim qrafikimiz. Tutalım belə bir funksiyadır. Burada olsun x0. Bu məsələn mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Aralığı budur. İndi uşaqlar fikir versəniz, bu ifadədə azalma yeri haradır? Baxın, bura olur nə? Azalma. Düzdür? Azalır. Bəs yaxşı. Artma hardan başlayır? Bura qədər azaldı. Artma da burada başlayırmı? Artır, düzdür? Artar da gedir. Bura olur, artır. Bu vəziyyətdə x0-dan müsbət sonsuzluğa fikir verin. x0-dan müsbət sonsuzluğa. Nə oldu bu? Artdı. Amma mənfi sonsuzluqdan x0-a qədər nə baş vermişdi? Azalma. Bir sual nümunəsi göstərə bilərik əslində. Məsələn, yazaram, y bərabərdir. Tutalım ki, x kvadrat çıx 4x plus 8. Desəniz bu x0 nədir müəllim? x0, y0. Təpə nöqtənin koordinatları. x0-ı necə tapırdıq? Düsturumuz necə idi? Mənfi b bölü 2a bu idi. y0 nə idi bəs? Mənfi diskriminant bölü 4a. Təbii ki, burada y0-a bizim ehtiyacımız olmayacaq. Bizim x0-ımızın düsturu budur. Gətirib tətbiq edək. Təbii ki, a nədir? Müsbətdir. Deməli, a müsbətsə, bax, bu şərtə baxacaq. A müsbətdir, a bizdə 1-dir. B bizdə mənfi 4-dür. C bizdə 8-dir. Gətirib düsturda yerinə yazıb x0-ı təyin etsək, artmanı da təyin edəcək, azalmanı da təyin edəcək. Konkret, vəssalam. Məsələn, yazıram, məsələn deyəcəm, yəni x0-ı tapıram da, x0 nəyə bərabər olacaq deməli? Mənfi b. Baxın, b zaten mənfi 4-dür. Düsturda da mənfi var. Mənfi 4 bölünsün 2a. 2 vur, a nədir? 1. Bu olur 4 böl 2, düzdür? 2. Vəssalam. Mənim x0-ım olacaq 2. x0-ım 2-dirsə, o zaman uşaqlar, artma aralığımız nə oldu? Artma aralığımız 2-dən müsbət sonsuzluğadır, artma aralığı. Azalma isə mənfi sonsuzluqdan 2-yədir. Vəssalam. Yəni, məsələn, bura 2 imiş. Mənfi sonsuzluqdan 2-yə qədər azalırmış. 2-dən müsbət sonsuzluğa artırmış. Hansı şərtdə? A böyükdür 0 şərtində. İndi gəlirəm ikinciyə. İndi baxırıq bu şərtə. Bu zaman desə, məsələn, a kiçikdir 0 şərti. Yenə yazıram.
Y bərabərdir ax kvadrat plus bx plus c şərti. Bu zaman a-nın kiçikdir 0 şərti. Yəni qollar hara olacaq? Aşağı olacaq. Düzdür? A kiçikdir 0 şərtində isə əgər bizdən artmanı soruşsa, artma olacaq mənfi sonsuzluqdan x sıfıra. Bu zaman nə olur? Artır. Yox, bizdən azalmanı soruşsa, x sıfırdan müsbət sonsuzluğa qədər nə olur? Azalır. Bir-birini elə bil ki, əksidir də belə deyək. Aha. Məsələn, qrafiklə göstərək. Bu biraz, məsələn, maraqlıdır. Bu zaman nə olacaq? Bura x, bura y azalma deyir, düzdürmü? Y azalması. Tutalım ki, qrafik bu formadadır. Axı, a mənfidir axı. A mənfi olanda da biz bilirik ki, qollar nə olur? Aşağı olur. Bax, belə. Məsələn, belə bir qrafik. Burada tutalım olsun x sıfırımız, bizim x sıfırımız. Hə, indi uşaqlar diqqət edin. Bax, artma görün hardan gəlir. Görürsünüz? Artma buradadır. Təbii ki, buranı da qeyd edək. Mənfi sonsuzluq bura, müsbət sonsuzluq bura. Hə, görürsünüz, yəni mahiyyəti budur. Nəyə görə belə oldu? Bax, artma artıq bura oldu. Artma hara qədər gəldi uşaqlar? X sıfıra qədər. Bax, görsən? Mənfi sonsuzluqdan x sıfıra qədər bunun artma aralığı oldu. Nə zaman? A mənfi olanda. Qollar aşağı olanda mənfi sonsuzluqdan x sıfıra qədər bu artır. İndi fikir ver. Azalma hardan başlayacaq? X sıfırdan azalma başlayacaq, azaldı. Müsbət sonsuzluğa doğru nə oldu? Azaldı. X sıfırdan müsbət sonsuzluğa doğru azaldı. Eyni ilə yuxarıdakı ifadəni bura yazsam, bayaqki ifadədə x sıfırı biz 2 tapmamışdıq. Eyni bu şərti bura yazıram, amma bu dəfə mənfisini yazacağam. Yazacağam ki, y bərabərdir mənfi 4, deməli mənfi x kvadrat minus 4x plus 8. Biz buradan x sıfırı taparıq. X sıfır necə idi? Mənfi b bölü 2a. Bizim a-mız mənfi 1'dir. Aha, mənfini görən kimi vəssalam. A sıfırdan kiçikdir, qollar aşağıdır. Şərt olaraq bu şərti götürəcəyik. Artma azalmanı soruşduğu üçün. Olacaq nə? A-mız mənfi 1, B-miz mənfi 4, C-miz 8. Gətirib üstürdə x sıfırı taparam. Nə olacaq? X sıfır bərabərdir. Mənfi ilə müsbət 4 yazıram da sürəti. Yəni bildiyiniz səbəbini. Çünki düsturda mənfi B-dir. Mənfi düsturun özündədir. Mənfini atdım qabağa. Bəs B-nin öz qiyməti nədir? Mənfi 4 yazdım bura. Mənfi 4. Bölünsün 2 vurulsun. Mənfi 1. Olacaq neçə? 4 böl mənfi 2. Aha, düzdürmü? 4 böl mənfi 2, cavab mənfi 2. Deməli, bizim x sıfırımız mənfi 2'dir. Mənfi 2'dirsə, bu zaman artma aralığı nə olacaq? Deməli, artması olacaq mənfi sonsuzluq mənfi 2. Düzdür? Mənfi sonsuzluq mənfi 2. Azalması nə olacaq bəs? Təbii ki, qrafiki yəni biz ixtiyar çəkmişdik. Yəni bu qrafik yəni bu tərəfdə də olsa, məsələn mənfi 2-yə gəlib düşəcək, təxminən burada. Yəni biz görünüş olaraq bu formada, izah olaraq dedim. Təbii ki, mənfi 2 burada deyil axı. Düzdür? Mənfi 2 arası buralarda bir yerdədir. Aha. Və bu zaman mənfi sonsuzluq mənfi 2-də nə olacaq bu? Artır. Bəs yaxşı, mənfi 2-dən müsbət sonsuzluğa nə baş verəcək? Azalacaq. Yəni mənfi 2 misal buralardadırsa, qrafik belə getdiyi üçün mənfi 2-dən bu nə olacaq? Azalmağa doğru gedəcək, belə deyək. Bu belə artma və azalma aralığı ilə bağlı izah. Ümidvaram ki, başa düşdük. Sağ olun.